həkim, psixoterapevt, yalan və bədən dili üzrə ekspert, The Dark NLP Akademi proyektinin təsisçisi və Neurounification modelinin qurucusu Elnay Rəhimov-Tambovski. Və mən psixoloq, NLP təlimçisi Əyyub Nağıyev. Bugünkü mövzumuz maraqlıdır. Bir çox insanların hiss elədiyi, lakin adını qoya bilmədiyi bir mövzu haqqında danışacağıq. İngilis dilində bunun adına qısaldılmış adı FOMO, bunun açması Fear of Missing Out, yəni qaçırılan fürsətlər qorxusu. Yəni belə bir insan daimi qorxu və təşviş içərisində yaşayır ki, güya başqalarının həyatı daha maraqlıdır, daha zəngindir. Güya əgər vacib bir şeyi qaçırsa həyatının sonu olacaq və yaxud da vacib bir şeyə tez yetişməsə artıq bu bir fəlakət olacaq və ya düşünür ki, əgər vaxtında bir şeyi çatdırmasam daha sonra heç bir zaman ona nail ola bilməyəcəm. İndi isə onun simptomlarından tanış olaq. Bəli, birinci simptomu hər zaman düşünür ki, başqalarının həyatı daha dolğundur. Yəni dostlarını, tanışlarını, videoda kimlərsə izləyirlərsə, onların həyat şərtləri, yaşantıları hər zaman şuuraltı olaraq, xüsusən də bu çox hallarda fərqinə varmırlar şuurlu olaraq, şuuraltı proses gedir. Yəni düşünürlər ki, özlərini pis edirlər, sanki onlar daha möhtəşəm, daha gözəl, daha belə həyat dolu, həyat eşqi yüksək olan şəkildə yaşayırlar. Bu hiss demək olar ki, onlardan əl çəkmir və bunun nəticəsində də nə gəlir? Dəyərsizlik hissi, bir yetərsizlik hissi onları bürüyür. Və ikinci simptom elə bu birinci simptomdan qaynaqlanaraq ortaya çıxır ki, insan tez-tez kompulsiv, yoxlayıcı davranışlar, yəni rituala bənzər davranışlar eləyir. Daimi telefonda, deyək ki, xəbər yerlərini oxuyur, mağazin xəbərlərini oxuyur, sosial şəbəkələrdə dəbdəbəli insanların profillərinə girir. O cümlədən hər zaman maraqlı bir fürsət axtarışında olur, maraqlı bir xəbər axtarışında olur, daha vacib nələrsə izləyir. Düzdür, bu daha maraqlı məlumatlar almaq hər zaman faydalıdır. Xüsusilə bu əgər elmidirsə, insana fayda verirsə. Lakin burada negativ müqayisənin olması əsas problemli məsələlərdən biridir. Yəni, insan qısacası öz adi, hər kəsin olduğu, yəni insanların çoxunun olduğu, yaşadığı həyatı başqalarının, deyək ki, virtual həyatı ilə dəbdəbəli, yəni virtualda göstərilən dəbdəbəli həyatı ilə müqayisə edir. Ki, onun da pərdə arxası çox vaxt aydın məsələdir ki, nədən ibarətdir? Yəni, xoşbəxt görünməyə çalışan bədbəxtlər. Mən demirəm ki, %100, yəni, sosial şəbəkələrdə ancaq xoşbəxt anlarını paylaşan insanların pərdə arxası hər zaman bədbəxt olur, amma əksər hallarda, yəni, Instagramda olan effektli şəkillər, maşının yanında olan şəkillər və yaxud da cürbəcür yerlər, onun fotomontajı, fotosessiyaları bu insanlarda belə bir hiss oyandırır ki, sanki onlar geri qalırlar. Sanki onlar davamlı olaraq nələrsə itirirlər. Amma halbuki faktiki heç nəyi qazanmayıblar. Yəni, elə bilirlər ki, sanki onlarda bu var və onları itirirlər. Üçüncü məsələ isə tədbirlər, təlimlər, kiminsə yeni bir şeylər kəşf etməsi, yeni insanlarla tanış olması, bu kimi hallar olanda daha çox, belə deyək, narahatlıq keçirirlər ki, sanki onlar nələrisə uduzdurlar, nələrsə yerinə yetirə bilmədilər. Xüsusən də başqalarında bunu görəndə özləri edə bilmirlərsə və yaxud da təlim oldu, tədbir oldu, nələrsə oldusa, yeni bir şeylər, ora getmədilərsə düşünürlər ki, mən böyük bir nələrsə itirdim və bundan dolayı onlarda dərin bir şəkildə bir narahatçılıq olur. Hətta sizin sözünüzə qüvvət, bu əslində zəmin yaradır ki, bir çox sektaların, yəni təbii ki, insanı istismar edən, deyək ki, qurumlar, məsələn, belə bir şey təşkil edirlər ki, bu günləri filan mütəxəssis gələcək. Özə məcbur edirlər, sən hökmən bura gəlməlisən, yoxsa aləm dəydi bir-birinə və həyatının fürsətini sanki qaçırdın. Elə bir ki, sanki o şey onda var imiş kimi. Yəni, bu həmin elə bir ki, effektdir. Yəni, belə insanı bu şəkildə cəlb edirlər. Eyni zamanda bu piramid oyunlarına da aiddir. Məsələn, misal göstərə bilərəm ki,
sən bir adam tapırsan, ondan sonra o adam da 2 adam tapır, o 2 adam da hərəsi 2 adam tapır, səndəsi silsilə ilə gedir də bu. Hər zaman da belə bir vaxt daraltma mexanizmindən istifadə edirlər ki, artıq tələsmək lazımdır, bu fürsəti qaçırdın, artıq gecdə onlar qazanacaq, sən qazana bilməyəcəksən. Yəni bunun elə bir ki, nəticəsində, yəni bu simptomun nəticəsində daha bir 4-cü simptom ortaya çıxır ki, bu da verdiyi qərarlara qarşı şübhəli yanaşırlar. O mənada ki, məsələn, bir təklifi qəbul elədim. Ya, bu görəsən mənə doğrudan da xeyli verə biləcəkmi? Düz elədim, yoxsa səhv elədim. Qəbul eləməyəndə də başqa bir şey. Gərək qəbul eləyərdim, fürsət elə bir ki, qaçırdım. Yəni bir sözlə qəbul etməklə etməmək arasında bir daxili konflikt yaşayırlar ki, bu da insanın enerjisini yeyir. Enerjisi yeyildiyinə görə həyat eşqi aşağı edir. Bu da anlamsızlığa aparır. Depressiyanın özü olmasa da depressiyanın simptomları meydana çıxmağa başlayır. Bəli. Növbəti 5-ci məsələ isə bunlarda baxın belə bir sanki gözlərində bir eynək var. Elə bir insanları, elə bir situasiyaları, elə bir vəziyyətlər çəkirlər ki, orada bir müqayisə getsin və özlərini neynəsinlər, negativ olaraq ondan müqayisə eləsinlər. Misal üçün deyək ki, xanımdırsa özündən daha gözəlinə hər dəfə onu axtarır ki, özündə onu hiss eləsin, sanki özündən asıl deyil. Və yaxud da ki, daha uğurlu birini gördüyü zaman yenə də onunla müqayisə edir, başlayır yenə nə olmağa, özünü dəyərsiz hiss etməyə. Yəni özündən asılı olmadan negativ müqayisələr də həmin insanın enerjisini sömürür. Sanki elə bir ki, bu insan belə deyək də, elə yaşayır ki, güya hər şeyin ən yaxşısını bacarmalıdır, ən yaxşısına sahib olmalıdır. Bəyən biz hər şeyin ən yaxşısına sahib ola bilərik ki, deyək ki, məsələn, belə bir məkandayıq. İndi bu ən yaxşısıdırmı? Bundan da böyük məkanlar var. Və yaxud da biri iddia edə bilər ki, mənim məkanım səninkindən də 2 qat, onunkindən də daha doğrusu 2 qat, 3 qat böyüdür. Bill Gates deyə bilər ki, mənim məkanım o qədər böyüdür ki, orada akulalar, balinalar akvariumda üzür. Yəni, yəni düşünmək ki, daimi necə deyirlər, daha çox, daimi daha çox, yəni bu artıq sən necədir? Yəni, keyfiyyətdən çox kəmiyyətə doğru insanı yönəldir ki, kəmiyyət artdıqca, bir dənə maraqlı bir məsələ var burada. Kəmiyyət artdıqca təkcə insan o kəmiyyətin çoxluğu ilə xoşbəxt olmamağa başlayır. Yəni həyatın anlamı başlayır itməyə. Bax, burada bir pul məsələsini mən qeyd eləmək istəyərəm. İnsanlar çox sual verirlər ki mənə, bəs pul necədirlər insanı xoşbəxt edirmi? Bax, cavabım həm hədir, həm də yoxdur. Hə ona görədir ki, əgər söhbət insanın bazı ehtiyaclarından gedirsə, qidalanmadır, sağlamlıqdır, yəni tibbi baxımdır, evdə müəyyən rahatlığının olmasıdır, deyək ki, soyuducusu, tualeti, normal yatağı, isidicisi, sərinləşdiricisi. Yəni, bazı ehtiyaclarından əgər söhbət gedirsə, pulun olması çox vacibdir. Bazı ehtiyacları ödənilməyəndə, pul olmayanda insanı bu stresə salır, bu xroniki stres vəziyyətinə insanı gətirir və insan bədbəxt olur. Deyək ki, ikinci bir ehtiyac var ki, orada deyək ki, bu məsələlər bir qədər genişləndirilir. Deyək ki, 0.7'in yox var etsə, indi artıq X5 alırsan. X5'in varsa biraz Hammer alırsan. O biraz komfortu necə deyirlər, yaxşılaşdırır. Daha əlavə üstünlüklərin olur. Gəzməyə gedirsən, özünə daha çox vaxt ayırırsan, fərdi inkişafla məşğul olursan. Bu da insanı xoşbəxt edir. Amma lakin pul artıq olduğunda, xərcləməyə yer tapmayanda, artıq yavaş-yavaş miqdar artdıqca artıq insan artıq daha az xoşbəxt olmağa başlayır. Bu məsələ burası. Bu da əslində itirilmiş fürsətlər baxımından əziyyət çəkən insanların dərdidir. Düşünürlər ki, daha çoxunda daha xoşbəxt olacaqlar. Daha çoxu olanda artıq insanın xoşbəxtçiliyi təkcə o miqdardan asılı olunur. İnsanlarla necələr olan münasibətinin keyfiyyətindən də asılı olur. Əgər sağlamlığı varsa, sağlamlığından da asılı olur. Sağlamlığı yoxdursa, artıq necə deyirlər, nədir? Ondan necə deyirlər, məşğul olmağa başlayır ki, o da əlavə onu bədbəxt edir. Həyatın anlamlarından asılı olur ki, əgər həyatın anlamı, xüsusi anlamı, niyyətin yoxdursa, artıq bu miqdar nədir? Səni xoşbəxt eləməməyə başlayır və nəticədə elə buna görə də diqqət dağınıqlığı sonuncu simptom meydana gəlir ki, yəni bu insanın diqqəti daimi dağınıq olur. Çünki nədir? Öz prioritetlərinə heç vaxt köklənmirlər. Yəni özünün